Salam əziz öyrənənlər. OTK-nın və Müstəqil Qiymətləndirmə Mərkəzinin 9-cu siniflər üçün keçirdiyi 1 fevral tarixli buraxılış sınağını sizlərlə paylaşıram. Öncədən videonu bəyənən hər kəsə təşəkkür edirəm. Növbəti imtahanlarda hər birinizə uğurlar arzulayıram. İnşallah mən bu videoda sizlərə həm də test işləmə taktikasını göstərəcəm və necə tez bir zamanda doğru cavaba çatmaq olar. Bax, bunu sizə göstərmiş olacağam. Baxaq. Birinci sual. Yalnız köməkçi nitq hissələri kimi işlənə bilən sözləri müəyyən edin. Deməli, yalnız köməkçi nitq hissəsi kimi işlənə bilən sözlər soruşur. Ötürü. Ötürü yalnız qoşma ola bilir. Başqa. Başqa həm də sifət ola bilir. Başqa insan. Hansı insan? Eyni zamanda qoşma da olur. Amma yəni sifət də olduğu üçün 2 olan cavabları çıxırıq. Bizə yalnız köməkçi nitq hissəsi olanlar lazımdır. Biri götürdük, 3-ə baxırıq. Kaş. Kaş arzu ədatıdır. Başqa olmur. Əsas nitq hissəsi kimi çıxış edə bilmir. 1, 3 doğru cavab D variantıdır. İkinci suala baxaq. Hansı cümlədə modal sözlə bağlı durğu işarəsi səhv qoyulub? Deməli, bizə modalla bağlı durğu işarənin səhv qoyulduğu cümlə lazımdır. A variantı. Sözün doğrusu hamının ürəyindən oldu. Doğrusu ortada gəldiyi üçün hər iki tərəfdən vergül işarəsi ilə ayrılır. Bu doğrudur. Mən getdim, amma biraz gecikdim. Ammadan əvvəl vergül işarəsi olmalıydı. Düzdür, yanlışdır. Amma modal deyil axı. Amma nədir? Nədir amma? Amma bağlayıcıdır. Bağlayıcı. Buna görə bunu biz götürmürük səhv olsa da. Akif əlbəttə yenə bizi çağırırlar. Əlbəttə. Ortada gəldiyi üçün hər iki tərəfdən vergüllə ayrılır. Bu da doğrudur. Sözsüz yenə qalib gələcəyik. Modal söz sözün əvvəlində gəldiyi üçün ondan sonra vergül işarəsi var. Bu da doğrudur. Güya onların hər şeydən xəbərləri var. Güya modal sözdür. Bəli, əvvəldə gəldi. Amma biz bilirik ki, elə bil sanki güya modal sözlərindən sonra heç vaxt vergül işarəsi olmur. Buna görə cavabımız Y variantıdır, yəni yanlışlıq var. Üçüncü suala baxaq. Deyir ki, hansı nümunədə bağlayıcı işlənməmişdir? İdmançılarımız qalib gəldilər və biz sevindik və bağlayıcıdır. Zəhmət halallıq tələb edir. Lakin bunu hamı bacarmır. Lakin o danışsın, siz isə dinləyin. Burada da var. Biz görüşdük. Halbuki bu bir təsadüf idi. Halbuki Aslan dostu ilə söhbət edirdi. Burada ilə biz bilirik ki, ilə qoşma da ola bilər, bağlayıcı da ola bilər. Əgər iləni və ilə əvəz edə biliriksə, o zaman bağlayıcıdır. Aslan dostu və söhbət edirdi, alınmır. Buna görə ilə nədir burada? Əlbəttə ki, qoşmadır. Yəni, cavabımız Y variantı oldu. Bağlayıcı yoxdur. Dördüncü sual. Hansı cümlələrdə zərf işlənməmişdir? Bura mənim doğulduğum kənddir. Bura zərf var. Biriləri çıxırıq. Bizə işlənməyən lazımdır. Dostlarımızla məktəbin həyətində qarşılaşdıq. 2-də yoxdur. Məktəb, həyət bunlar hər sualına cavab verən isimlərdir. Yəni 2-ni götürürük. İndi yenə gecdir. Burada əlbəttə ki var indi, yenə, gec. Yəni 3-lərdə çıxdıq. Cavabımız nə oldu? A variantı oldu. 4-də də bəli yoxdur. Gözləmədiyimiz halda yağış yağdı. 5-ci sual. Hansı ifadələrin hər ikisi yerinə görə həm sərbəst, həm də sabit söz birləşməsi kimi işlənə bilər? Yəni yerinə görə, cümlədəki yerindən asılıdır. Sərbəst və sabit. Sabit nədir? Frazoloji birləşmədir. Baxaq, həvəslə oxumaq. Həvəslə oxumaq frazoloji olmur axı. Ancaq sərbəst ola bilir. Şeir yazmaq da frazoloji ola bilmir, çünki həqiqi mənadadır. Qəlb sındırmaq isə yalnız frazolojidir. Qəlb sındırmaq necə həqiqi ola bilər? Ola bilmir. D variantı, tora düşmək. Balıq tora düşdü. Həqiqi mənada. Bir də var, kiməsə yalan danışırsan, deyir ki, falan kəs onun toruna düşdü. Yəni, yalanına inanmaq kimi də tora düşmək oldu. Yol göstərmək, məsələn, kimsə bir yeri tanımır, biz ona yol göstərə bilərik ki, falan yerdən get. Bir də var, məsələn, məsləhət verirsən birinə, ona doğru yol göstərirsən, məcazi mənada, frazoloji. Bəli, cavabımız D variantıdır. Yəni, həm sərbəst, həm də sabit söz birləşməsi kimi işlənə bildi. Növbəti, neçənci suala baxırıq? Deməli, 6-cı sual. 6-cı sualda deyir ki, isim olmayan hansı sözlər ismə aid qrammatik şəkilçi qəbul edir? İsim deyil, amma ismə aid qrammatik şəkilçi qəbul etsin. Deməli, baxırıq ki, çox sözü saydı, amma ismə aiddə şəkilçi qəbul edib. Amma bu şəkilçi necə şəkilçidir? Leksik. Bizə deyir, qrammatik şəkilçi qəbul etsin. Bir olan variantları gəlin çıxaq, 2-yə baxaq. Cəsurda, cəsur sifətdir, dada yerli hal şəkilçisidir. Bəli, 2-ni götürürük. Şəhərli, şəhər isimdir. Bizə deyir, isim olmayan. Ona görə 3-ü də çıxırıq. Cavabımız nə oldu? Elə A variantı oldu. 7-ci sual.
7-də deyir ki, cümlədə altından xətt çəkilən sözün yerinə görə fonetik təhlili ilə bağlı doğru fikirləri müəyyən edin. Tənbəllik azad insanı kölə edər. Burada tənbəllikdən sonra A, yəni sait gəldiyi üçün tənbəllik sözünün tələffüzündə k y-yə keçdi. Tənbəllik şəklində oldu. Tənbəllik azad insanı kölə edər. 1. Tənbəllik kimi tələffüz edilir. Yanlışdır. Əgər samit gəlsəydi belə olardı. Amma biz bilirik ki, A saitdir. Sait gəldiyi üçün də cingiltiləşdi. K y-yə keçdi. 2 əvəzlənməsi baş verdi daha doğrusu. Onda birləri çıxırıq. Bizdən doğrunu soruşur. Yazılışla tələffüz arasında iki fərqli məqam var. Bəli, n-ya keçdi, k-ya keçdi. Yəni 2-ni götürürük. Səslərin sayı hərflərin sayından azdır. Xeyr, səsin sayı az deyil. Neçə hərf varsa o qədər də səs var. Çünki səs düşümü baş vermədi. Buna görə bu da yanlışdır. 3 də yanlışdır. Cavabımız oldu nə? 2, 4. 4-ə baxaq. Kər samitlə başlayır, cingiltili ilə bitir. Bəli, tələffüzə baxırıq. Tələffüz t ilə başladı, y ilə bitdi. Yəni tələffüz üzərində aparırıq. 8-ci sual. Başlanğıc formasında 2 leksik şəkilçi olan sözlərdir. Öncə sözü kökə və şəkilçiyə ayıraq. Razı, razılıqsız. Bəli, başlanğıc formada 2 dənə leksik şəkilçimiz var. Bu şəkildə, yəni 2 leksik olmalıydı. 2-yə baxaq. Bozartmadı. Bozartmadı. Bozar, bozartmadı. Bozartmadı. Yəni stolun üstündəki bozartmadı. 1-2. 1-2 cavabımız C variantı. Baxaq, mehriban sözün kökü casına bir dənə leksik var. Dost yanında da bir dənə leksikimiz var. Ona görə elə doğru cavab C variantı oldu. 1-2. 9. Hansı cümlədə feil söz birləşməsinin asılı tərəfidir? Deməli, feilimiz söz birləşməsinin asılı tərəfi olmalıdır. Asılı tərəfdə bilirik ki, neçənci tərəfdir? Birinci tərəfdir. Xəsislik artdıqca qəddarlıq da güclənir. Söz birləşməsi xəsislik artdıqca var, amma əsas tərəfdədir. Yəni ikinci tərəfdədir. A getdi. Hazırlaşmağın nəticəsi çox faydalı oldu. Söz birləşməmiz hazırlaşmağın nəticəsi. Birinci tərəf hazırlaşmağındır, bəli, məsdərdir. Buna görə də feildir. Asılı tərəfimiz feildir. Cavabımız oldu elə B variantı. 10-cu sual. Onda deyir ki, cümlə ilə bağlı doğru fikirləri müəyyən edin. Meşədəki küknar ağacları yol boyunca sırayla düzülərək sanki oradan keçənləri salamlayırdı. Məsdər işlənmişdir. Məsdər maqmək. Hardadır məsdər? Yoxdur məsdər. Bizdən doğrunu soruşur. Bir olanları. Gəlin çıxaq. 2-yə baxaq. Həm ismi, həm də feili birləşmə aid nümunə vardır. Meşədəki küknar, ismi birləşmə və deməli yol boyunca sırayla düzülərək. Araq, ərək, feili bağlama tərkibi, yəni feili birləşmədir. Bəli, 2 doğrudur, 2 olanları götürürük. Bağlayıcı işlənmişdir. Bağlayıcı hardadır? Yox, burada bağlayıcı yoxdur. Bağlayıcı işlənməmişdir. Ona görə 3-ü də çıxaq. Cavabımız hələ ki açıq deyil. 4-də ola bilər, 5-də ola bilər. Baxaq. 4-də deyir, təsriflənən feil məlum növdədir. Salamlayırdı. Təsriflənən feildir. Niyə təsriflənir? Çünki xəbər şəklindədir. İndiki zamanda daxı xəbər şəklində ümumiyyətlə feilin şəkilləri təsriflənən forma sayılır. Yəni məlum növdədir deyir. Salam sözün kökü salamlayır. Bəli, məlum növdədir. Çünki isimdən yaranan feil salam, salamla. Deməli 4 də doğru cavabdır. Cavabımız oldu C variantı. 5-ə baxaq. Sözün quruluşca bütün növlərinə aid nümunələr var. Quruluşca növ deyirsə, əlbəttə ki, sadə düzəltmə mürəkkəb nəzərdə tutulur. Diqqət etsəz bu cümləmizdə sadə də var, düzəltmə də var, amma mürəkkəb yoxdur axı. Mürəkkəbə aid nümunə var bu cümlədə? Yoxdur. Mürəkkəb söz yoxdur. Cavab C variantı oldu.